Nə qarlı hava şəraiti, nə də soyuq qış günləri bizi təhsildən danışmaqdan çəkindirə bilməz. Biz hər gün efirdəyik. Saat 11-12 arasında siz sağlam təhsili dinləyirsiniz və təhsil sferasında çalışan öz sözün demiş mütəxəssislərlə təbii ki, sizə təhsildən maraqlı mövzuları müzakirəyə sizi cəlb edirik və deyim sizə ki, hal-hazırda qarlı hava ilə bağlı bəzi insanlar düşünür ki, məsələn, ümumi təhsil məktəblərində və yaxud məktəbə qədər təhsil müəssisələrində dərslər dayanıb. Xeyr, belə deyil. Təlim-tədris prosesi ənənəvi qaydada davam edir. Bunu mən demirəm. Məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyi bu haqda məlumat yayıb və qeyri-sabit hava şəraiti ilə bağlı müəssisə rəhbərliklərinə də müvafiq tapşırıqlar da verilib və təhlükəsizlik qaydalarına da nəzarət gücləndirilib və bir də xatırladaq ki, hava şəraitinə uyğun olaraq regional təhsil idarələri tərəfindən operativ qərarlar qəbul ediləcək. Sağlam təhsilin yeni bir sponsoru var dostlar. Bəli, proqramımıza Ənd Tədris Mərkəzi artıq qədəm qoyub, xoş gəlib, səfa gətirib. Bu arada Tədris Mərkəzi həqiqətən Azərbaycanda innovativ metodlarla beynəlxalq təhsil imkanları təqdim edir və birazdan bu haqda geniş bir məlumat çatdıracağam. Və təbii ki, Rabitəli Nitq Reabilitasiya Mərkəzi, Smart Education Bağçalar Şəbəkəsi, World Career Peşə Mərkəzi bizim hər zamanki kimi yanımızdadır dostlar. Bugün proqramımızda çox hörmətli qonaqlarımız var. Əvvəla Arı Beynəlxalq Təhsil Mərkəzinin qonağını istəyirəm təqdim edim. Xaricdə təhsil üzrə mütəxəssisdir. Naibə xanım Hüseynova, xoş gəlmisiniz. Çox sağ olun Səminə xanım, dəvətiniz üçün təşəkkür edirəm. Və hər zamanki kimi World Career Peşə Mərkəzi bizim yanımızdadır və bugün də məhz mərkəzin icraçı direktoru Aygün xanım Məmmədlində xoş gördük. Salamlayıram sizi. Sabahınız xeyir, salamlayıram hər kəsi. Aygün xanım, bu qarlı hava şəraiti deyəsən sizi də işinizdən yayındıra bilməz. Qarlı hava şəraitində biz artıq 13 ildə alışqınıq. Yəni 13-cü qışımızı artıq yaşadığımıza görə təhsil sektorunda hər zaman buna biz hazırıq. Əgər hava şəraiti buzlu olursa, səhər və axşam dərslərini onlaynda keçirdirik və yaxud qarlı hava şəraiti günorta da davam edirsə, o zaman da yəni dərslərimiz bizdə onlayn olur. Ümumiyyətlə qış aylarında bizə tələbələr yazılarkən daha çox Zoom proqramı vasitəsilə onlayn, canlı, görüntülü dərslərə qoşulmağa daha çox üstünlük verirlər. Tıxaclarda vaxt itirməmək üçün, yollarda enerji sərf eləməmək üçün, eyni zamanda onlayn dərslər əyani dərslərdən daha az qiymətə tədris olunduğuna görə hər zaman insanların seçimi, bizə kursa yazılanların 80% insanların seçimi əlbəttə ki, onlayn dərslərdir. Mən sizə deyim ki, ən çox verilən suallardan biri budur ki, yaxşı onlaynla qrup halında və yaxud da ki, belə də əyani şəkildə aparılan tədris metodu fərqlənirmi? Bizim tədris mərkəzinin keçirdiyi dərslərdə fərqlənmir. Başqa yerlərdə fərqlilik görüb fobiya qazananlar ola bilər əlbəttə. Amma bizim dərslərdə Zoom proqramı vasitəsilə canlı, görüntülü, əyani dərs kimi eyni müəllimlər, eyni proqramlar, eyni kitablarla dərs keçirik və Zoom proqramında onlayn lövhə də orada açılır. Buna görə biz onlayn dərslə əyani dərslərimiz arasında heç bir fərq görmürük. Eyni zamanda onlayn dərslərimiz fərdi də keçirilir bizim. 3-4 nəfərlik qrupla keçirilir. Yəni əyani dərsdə nələr varsa onlayn dərsdə onlar da var. Hətta onlayn dərslər daha üstündür. Ona görə ki, əyani dərsə gəlib gedərkən şəxslər yolda enerji sərf eləyir, yol xərci sərf eləyir, amma onlayn dərslərdə istədikləri regiondan, evdən, şəhərdən, hardan istəyirlərsə bizim onlayn dərslərə istər fərdi, istər qrupla da qoşula bilirlər. Amma müəllimləri də unutmayın ki, onlar da evlərinə, belə deyək də, hər bir şəxsin gedə bilirlər. Bəli. Eyni zamanda bizdə bəzən olur ki, bəzən xanımlar üçün olur, uşaqlar üçün olur ki, onlar evdən çıxa bilmirlər. Uşaqları kursa gətirib aparan yoxdur və yaxud xanımlar evdə var ki, bir uşağı körpədir, bir uşağı 4, 5, 6, 7 yaşındadır, evdən çıxa bilmirlər. O zaman biz müəllimi göndəririk evə, həm xanım üçün, həm uşaq üçün ki, rus, ingilis, alman, çin və Koreya dillərini, istər rus bölməsi, istər Azərbaycan bölməsi, istərsə də bizdə Koreya və alman dili dərsləri, hətta ingilis bölməsi üzrə də keçirilir. Bu dilləri öyrətsin onlara. Alman dilinə tələbat son artıq aylarda hiss edirəm ki, çox artıb. Son 3 ildə alman dilinə tələbat və Koreya dilinə tələbat artıb. Koreya dilini yeniyetmələr 11-19 yaş arası gənclər öyrənir. Alman dilini isə daha çox 27-37 yaş arası
insanlar öyrənir. Aydındır. Amma bilirəm ki, təhsiliniz təkcə bununla davam etmir, həm də xaricdə təhsilə də üstünlük verirsiniz. Mən istəyirəm ki, bu haqqda birazdan sizdən məlumat alım. Bir növ vasitəçi kimi də hər halda şirkətlərlə bir növ təmasda olduğunuz üçün ən yaxşı siz biləcəksiniz. Məsələn, qiymətlər necədir? Xaricdə təhsil almaq istəyən valideynlər nəyə diqqət etməlidirlər? Bu arada istəyirəm Nayibə xanımla söhbətə başlayım. Nayibə xanım, necəsiz? Çox sağ olun Səmirə xanım, siz necəsiz? Təşəkkür edirəm. Mən istəyirəm ki, Arı Tədris Mərkəzi haqqında bizim dinləyicilərimizə biraz məlumat verəsiniz. Neçə ildə artıq fəaliyyət göstərirsiniz? Deməli, Arı Beynəlxalq Təhsil Mərkəzi olaraq 2010-cu ildən fəaliyyət göstərir. Artıq illərə dayanan təcrübədir, öz sözünü deyir. Eyni zamanda fəaliyyət istiqamətlərimiz haqqında demək istəyirəm ki, rəsmi ÖST imtahan mərkəzidir mərkəzimiz. Hansı ki, tələbələr alman dili imtahanı verərək beynəlxalq sertifikat alırlar və həmin sertifikatla da Almaniyada təhsilə müraciət edə bilirlər. Eyni zamanda bizim digər istiqamətlərimiz həm tədris yönümlü, həm xarici təhsil yönümlüdür. Tədris yönümlü odur ki, həm beynəlxalq imtahanlara hazırlıq, hansı ki SAT, GRE, CMAT hazırlığı, IELTS, TOEFL hazırlıqları, eyni zamanda həm alman dili, həm ingilis dili. Digər fəaliyyət istiqamətimiz xaricdə təhsildir və xaricdə təhsil olaraq Almaniya, Amerika, Kanada, Polşa, Avstriya və bunun kimi bir çox ölkələrə müraciətlər edirik. Onu deyim ki, mərkəz olaraq həm dil hazırlığını tədris edirik, həm beynəlxalq sertifikat ala bilir tələbə, eyni zamanda da xaricdə təhsilə bu sertifikatla müraciət edə bilir. Deməli, ən çox tələbat adı çəkilən hal-hazırda ölkələrədir. Bizim tələbələrdə ən çox tələbat bu ölkələrədir. Bəs hansı ixtisaslara daha çox maraqları var? Ən son dönəmlərdə süni zəka, süni intellekt sahəsi və tibb sahələri üzrə ən çox Almaniyanı üstünlük tutur tələbələr. Eyni zamanda iqtisadiyyat, biznes yönümlü sahələr üzrə Avstriyanı seçim olaraq seçirlər. Əlavə olaraq isə Amerika üzərindən daha çox istəklər çoxdur. Birləşmiş Ştatlarda hansı ixtisasları daha çox istəyirlər? Computer Science, IT sahəsi üzrə. Bəli. Yaxşı. Bəs Türkiyənin adını çəkmədiniz nəzərsə? Yox, Türkiyə üçün də müraciətlərimiz olur. Təbii ki, Türkiyə universitetlərinə də müraciətlər edirik. Üstünlük olaraq daha çox Almaniya, Avstriya, Amerikadır. İkinci mərhələdə Türkiyə. Bir də Nayibə xanım, artıq qəbullar başlayıb? Tələbələrin bəli qəbulları başlayıb. Bəzi ölkələrdə həm yay semestri, həm qış semestridir. Yay semestri üçün demək olar ki, artıq qəbullarımız da var və onları biz paylaşmışıq. Qış semestrinə də müraciətlər başlayıb və ölkələrə asılı olaraq aprel, may, iyul aylarına qədər deadline-lardır və bu vaxta qədər biz müraciətləri edirik. Aprelə kimi? Bəzi universitetlərdə aprel, bəzən də iyula qədər. Aydındır. Təbii ki, geniş danışacaq bir halda ki, siz daha çox xaricdə təhsillə bağlı başladınız söhbətə, amma ümumilikdə Beynəlxalq Təhsil Mərkəzi kimi Arı Beynəlxalq Təhsil Mərkəzinin başqa mərkəzlərdən fərqi nədir, üstünlüyü nədir? Bir də bildiyim qədərilə abituriyent hazırlayırsınız həm də. Bizdə sırf abituriyent hazırlığı deyil, əsas beynəlxalq imtahanlara hazırlıqdır mərkəz olaraq. Biraz öncə saydığım həm alman dili, ingilis dili və onların yüksək səviyyələri ki, IELTS, TOEFL, SAT, hansı ki, tələbələr magistraturada müraciət edirlər, GRE, CMAT imtahanları nəticələri həmin imtahanlara da hazırlaşdırırıq. Onda belə çıxır 9-cu sinifdən qəbul edirsiniz? Bəli, bəli. Aşağı yaşlardan da junior qruplarımız olur. Hansı ki 8-10 yaşlarından artıq dil hazırlıqlarına qoşula bilirlər. Kimlər tədris edir bu kurs, yəni kurslarda kimlər tədris edir? Əcnəbi müəllimlərə üstünlük verirsiniz yoxsa yerli? Yerli müəllimlərdir. Sadəcə hər biri beynəlxalq sertifikatlı fəaliyyət göstərən müəllimlərimizdir. Hər biri testlərdən keçmiş müəllimlər. Yaxşı. Tutaq ki, indi bizə qulaq asırlar dinləyicilərimiz və öyrənmək istəyirlər. Ay, mikrofona dəymirik, zəhmət olmasa. Deməli, öyrənmək istəyirlər ki, yaxşı, qeydiyyatlar artıq başlayıbsa, mən hansı sənədləri hazırlamalıyam? Nə tələb olunur ümumiyyətlə? Sənədlər ölkələrdən asılı olaraq dəyişir. Hər birinin tələbləri fərqlidir. Bakalavr, magistratura sənədləri fərqlidir. Misal üçün bakalavra müraciət edirsə tələbə, təbii ki, onun 11 illik attestat önəmlidir. Hal-hazırda məktəbdə oxuyurlar deyə onların 11 illik attestatı olmur. Bu zaman 9, 10, 11-ci sinifin birinci yarımı qiymətləri əks olunan transkript almalıdırlar. Yaxşı olar ki, hər bir sinif üzrə qiymətləri yüksək olsun. Çünki qiymət ortalaması xaricdə universitetlər üçün çox əhəmiyyətlidir. Əlavə olaraq dil sertifikatı olmalıdır tələbələrin. Əgər alman dilli ixtisaslara müraciət edirsə
edirsə, alman dil sertifikatı ola bilər. Buna ÖST, GÖT, TESDAF fərqi yoxdur. Hər biri keçərlidir. Eyni zamanda İngilis dilli ölkələrdirsə, təbii ki, IELTS və TOEFL. Bəli, IELTS və TOEFL sertifikatları olması üstünlükdür. Aydındır. Tələbələrin təhsil almaqları ilə bağlı da təbii ki, suallarım sizə olacaq. İrəliləyən dəqiqələrdə bir balaca ara verək, amma bu arada xatırladım ki, bayaq da qeyd etdim, proqramımızın yeni bir sponsoru var, Ənd Tədris Mərkəzidir ki, hansı ki, o haqda biraz danışmaq istəyirəm. Tədris Mərkəzi Azərbaycanda innovativ metodlarla beynəlxalq təhsil imkanları təqdim edir. Mərkəz beynəlxalq sertifikatlı ingilis dili kursları, riyaziyyat və digər müəllim hazırlığı proqramları üzrə tanınır. Ənd regionda metodik təlimlərdə, praktiki EKT tədrisində proqrama daxil etmiş tək beynəlxalq TEFL təlim institutu mərkəzidir. Bu bir təlimdə 2 və daha çox sahədə bilik almaq imkanı verəcək sizə və bir də təlimlərin sonunda iştirakçılara beynəlxalq TEFL təlim institutunun New York baş ofisi tərəfindən təsdiq edilmiş sertifikat təqdim olunacaq. Əlaqə nömrəsini deyim qeydiyyat üçün 050 312 13 43. Təkrar edirəm 050 312 13 43. Müraciət üçün ünvan isə Çinar Park Biznes Mərkəzidir. Instagramda var &Education. Rabitəli Nitq Reabilitasiya Mərkəzi haqqında danışaq. Məlumat üçün söyləyək ki, müasir dövrdə valideynləri ən çox maraqlandıran uşaqlarında olan nitq qüsurlarına bağlı problemlərdir. Özünə inamı da bu təbii ki itirir. Eyni zamanda uşaq yaşlarında təbii ki, uşaq digər yaşıdlarından geri qalır. Ona görə də müraciət eləyin erkən vaxtı məhz Rabitəli Nitq Reabilitasiya Mərkəzinə və ən əsas sizin uşağınızla peşəkar müəllim, pedaqoqlar məşğul olacaqlar. Hər bir uşaq üçün dediyim kimi fərdi məşqlər olacaq və bu problemlər qısa bir müddət ərzində aradan qaldırılacaq. Nömrə deyim, əlaqə saxlayın hal-hazırda 050 867 27 43. Təkrar edirəm 050 867 27 43. Qarlı çoğunlu qış günlərində Smart Education bağçalar şəbəkəsinə getməmək üçün daha doğrusu heç bir bəhanəniz olmur. Çünki orada təbii ki, uşaqlarınıza əvvəlki qayda başqa günlərdə olduğu kimi bu günlərdə də təbii ki, xüsusi xidmət göstəriləcək. Çox rahatlıqla həvalə edə bilərsiniz uşaqlarınızı Smart Education bağçaları şəbəkəsinə. Ölkəmizdə bir çox bağçaların Nazirlər Kabinetinin nizamnaməsinə uyğun olaraq qurulmasına bir dəstəyi var. Bağça xidmətlərindən əlavə şirkət uşaqların fiziki və mənəvi inkişafı üçün xidmətlər göstərir. Baxın, orada nə cür gözəl bir mühit var, təhlükəsizdir, sağlamdır. Peşəkar və qayıqkeş müəllimlərin əhatəsində olacaq uşağınız. Ən əsas da sağlamlıq üçün oyunlar və aktiv əyləncələr əsasında gününü uşağınız keçirəcək. Nömrə deyim 050 988 30 62. Təkrar edirəm 050 988 30 62. Sağlam təhsil. Ənd Tədris Mərkəzinin, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin və Smart Education bağçalar şəbəkəsinin sponsorluğu ilə sağlam təhsil davam edir və bugün 2 qonağımız var. Bugün World Karyera və Peşə Mərkəzinin icraçı direktoru Aygün Məmmədli və Arı Beynəlxalq Təhsil Mərkəzinin xaricdə təhsil üzrə eksperti Naibə xanım Hüseynova da bizimlə bərabərdir. Mütəxəssis kimi bir xaricdə təhsillə bağlı təbii ki, dinləyicilərimizə Naibə xanım, siz məlumatları çatdırırsınız ən çox da. İndi sizə sualım olacaq, amma istəyirəm ki, bir əlaqə nömrəsi əgər varsa, imkan varsa deyin. Bəli, əlaqə nömrəmiz 055 224 0054. Təkrar edirəm 055 224 0054. Bu nömrəmizə həm WhatsApp üzərindən, həm zənglə əlaqə saxlaya bilərlər. Nə gözəl. İndi biraz özət keçək. Yəni xaricdə təhsil almaq istəyən tələbələr ilk öncə nədən başlamalıdır? Qısa. İlk öncə ixtisas seçimindən, düzgün ixtisas seçimindən başlamalıdır. Nəyi nümunə əsasında demək istəyirəm. Bizdə tələbələr olub, görmüşük. Məktəb vaxtı seçiblər ixtisası, gedib artıq orada 1 ildə oxuyub, sonra artıq tələbələr Azərbaycana qayıdanda həmişə bizim mərkəzdə ziyarət edirlər. Həmin vaxt bildiriblər ki, mən kompüter sahəsində özümü görmürəm, bütün gün kompüter arxasında oturmaq istəmirəm. Halbuki mən daha çox tədbir təşkilatçılığı, event management kimi özümü görürəm və bu zaman tələbələr artıq bəzən olur ki, davam edir. Bu ixtisası artıq qəbul olmuşam, oxuyuram deyir. Lakin bəzilərdə olur ki, qərarını dəyişdirir, yenidən təhsilə müraciət eləyir. Ona görə də ixtisas seçimi çox önəmlidir və bu ixtisas seçimi ilə bağlı da biz mərkəz olaraq tələbələrə dəstək göstəririk. Həm karyera seçimi, ixtisas seçimi, test
mərhələsi və psixoloji danışıqlar əsasında biz bunu müəyyənləşdiririk. Bir də tələbələri ən çox maraqlandıran budur ki, hansı hallarda məsələn onlar təqaüd qazanma yəni imkanını əldə edə bilərlər. Ümumiyyətlə necə olur sizdə? Təqaüdlər çoxdur. Hansı ki, bizim öz ölkəmizə dair dövlət təqaüd proqramı var. Eyni zamanda ölkələrə görə Macarıstan təqaüd proqramı, Macarıstanla bağlı hökumətlərarası təqaüd proqramıdır. Başqa digər təqaüd proqramlarında demək olar. Eyni zamanda universitetlərin özünün daxili təqaüdləri də olur. Hansı hallarda qazanmaq olar? Tələbənin göstəriciləri çox yaxşı olmalıdır. İstər bakalavra, istər magistraturaya müraciət edən tələbənin mütləq və mütləq dil göstəricisi, dil sertifikat olmalıdır. Əlavə olaraq əgər bakalavrdsa, daha doğrusu 11 illikdən müraciət edirsə, mütləq 11 illik qiymətləri yaxşı olmalıdır. Yaxşı olar ki, tələbələr məktəb dövründə olimpiadalarda, yarışlarda iştirak etsinlər və yer tutsunlar. Deyirsiniz bu onlara üstünlük verəcək. Bu onlara üstünlükdür, çünki sosial aktivliyə xarici universitetlər çox böyük əhəmiyyət verir. Eyni zamanda əgər magistratura üzrə müraciət eləyirsə, həmin dövrdə də, çünki 4 il bakalavr təhsil alır və sabit şəkildə gedib dərsə gəlibsə, bu onlar üçün önəmli deyil bir növ. Sadəcə qiymət ortalaması olacaq tələbənin. Lakin sosial aktivlik üçün yaxşı olar ki, tədbirlər, layihələr, hətta layihələr təkliflər etsələr də daha çox üstünlükdür. Bax belə, məncə tələbələr təbii ki, təhsil almaqla yanaşı, həm də bunları da nəzərə almalıdırlar və bu üzrə, yəni daha da inkişaf etdirməlidirlər özlərinə. Nə yaxşı, çox yaxşı imkanlar verir əslində xaricdə təhsil. Mən sizə deyim ki, qəbul alıb universitet seçimindən biraz danışsaq daha yaxşı olar. Sonrakı mərhələləri nədən ibarət olacaq? Düşünün ki, artıq qəbul alıb, uğurlu bir yol arzuluyuruq həmin tələbəyə və sonra onu nələr gözləyir? Mərhələli şəkildə bunu izah eləsəz, Naibə xanım, yaxşı olar. Mərhələli şəkildə demək belə deyim, tələbə qəbulunu aldı. Artıq bir neçə qəbullar var və universitet seçimini edib. Həmin ölkəyə görə baxmalıdır. İlk öncə etdiyimiz addım viza prosesləri olur. Hansı ki, viza sənədlərini hazırlayırıq, tələbəyə məlumat veririk, viza görüşü zamanı nələr gözləyir onu. Düzdür, tələbənin qəbulu varsa, göstəriciləri yaxşıdırsa, viza alma ehtimalı çox yüksəkdir. Daha sonraki mərhələ deyək ki, tələbə vizasını aldı, artıq ölkəni tərk edir, gedir. Orada belə deyim, ölkənin mədəniyyətinə uyğunlaşmalıdır. Öncə tələbənin nələr gözləyir onu qeyd edirik ki, orada yerləşmə prosesləridir, qeydiyyata düşmə prosesləridir. Bir növ tələbələr elə düşünür ki, təhsil mərkəzidir, qəbulunu aldı, artıq işi bitdi, lakin o formada olmur. Tələbələr artıq orada yerləşənə, artıq özləri üçün bir şərait qurana qədər biz onunla birlikdə oluruq. Hətta olur ki, bir il müddətində hansı ki, nə qədər sualları olur, hansı ki, nə qədər çətinlikləri olur, hər birinə dəstək göstəririk. Ki, heç bir problem yaşamasınlar. Yaxşı, düşünək ki, yəni hər bir tələbə də fərqlidir də. Bəzən müəyyən bir səbəblərdən, ümumiyyətlə dərs prosesinin çətinliyindən, dərs yükündən dolayı çətinliklə qarşılaşır. Yəni qavrama baxımından bu ola bilər, hər mənada. O zaman nə olur? Məsələn, yarımçı qoyub təhsilini qaydanlar varmı? Əgər belə rahat danışırıqsa, gəlin onu da izah eləyək. Əsasən hansı səbəblərdən məsələn yarımçıq təhsillərini qoymaq məcburiyyətinə qalır bizim tələbələr, bizim Azərbaycanlı tələbələr? Əsasən orada adaptasiya problemi yaşayan tələbələr, hansı ki, bizdə tələbə olduğu, şagird olduğu müddətdə sosial aktivlik olmayıb, sadəcə dərs oxumaq, dərsə gedib gəlməkdən ibarət olub. Həmin tələbələr orada adaptasiya ola bilmirlər. Çünki kənar tələbələrlə də belə deyim də danışıqlara keçməkdə çətinlik, ünsiyyət problemi olan tələbələr olur və yaxud öz mühitimizə bağlı olan hansı ki, gələneksel belə deyim, həm istər-istəməz orada gedən zaman həm qida yemək rasionları dəyişir, həm mühit fərqlidir. Bu baxımdan biraz çətinlik çəkirlər. Və deyim ki, bəli, qayıdan tələbələr də olur, hansı ki, yenidən başvuru edir, öz ölkəmizdə təhsil alan tələbələr olur. Amma çox az olur bu hallar. Çox az. Ümumiyyətlə ilk vaxtlarda adaptasiya həmişə çətin olur. Gərək o an, mən elə ona görə soruşurdum ki, nə qədər müddətə onların yanındasınız? Nəyə qədər müddət, məsələn, yanlarında olursunuz? Yəni bir
Bir neçə aymı deyək. Əslində bir neçə ay olmur. Davamlı olaraq həmişə onların yanında oluruq. Sadəcə proses zamanı daha çox birlikdə oluruq. Nəinki indi orada təhsil aldıqları dönəmdə olur ki, müraciət edirlər, yenidən təkrar zəng edirlər, soruşurlar ki, bəs mən belə bir çətinliklə qarşılaşmışam, mənə nə məsləhət görə bilərsiniz? Siz özünüz maraqlanırsınızmı? Bəli, mütləq. Belə deyim, hər biri övladımız kimidir, hamısını çox istəyirik. Əlavə olaraq, əgər tələbələr adaptasiya bu problemləri düşünürlərsə, valideynlər də çox bunu düşünür. Bizim təkliflərimiz olur, hansı ki, aşağı yaşlarda, hətta 11-ci, əsasən 11-lər deyil də digər siniflər üzərindən olur, yay kursları təklif edirik ki, onlar gedir, həm ölkə ilə tanış olur, həm universitetə gedir. Bizdə belə bir situasiyalarımız çox olub. Hətta birində göstərə bilərəm ki, keçən il Avstriyada VWN Universitetinə getmişdi tələbəmiz. Yay kursu müddətində olub, universitetlərə də ziyarətlər və tələbə hədəf qoydu, həmin universitetdə hal-hazırda təhsil alır. Yəni görmək istəyirlərsə, öncədən bu yay kurslarına da qoşula bilərlər. Hansı ki, həm Almaniyada, həm Avstriyada, həm İspaniyada, fərqli ölkələrdə təklif edirik. Aydındır. Gül xanım, mən bilirəm ki, valideynlər abituriyentlərlə bərabər gəlirlər daha çox bu məsləhətləri almaq üçün, konsultasiyalardan keçmək üçün. Siz nəyi daha çox belə deyək, görürsüz, müşahidə edirsiniz? Bizim, yəni biraz fərqlidir də, biz daha çox övlada bağlıyıq deyə. Bəli, bizdə daha çox Türkiyədə təhsil olduğuna görə və Türkiyəyə təhsilə gedən şəxslərin daha çox evdə qərarlar valideynlər tərəfindən verilir. Çünki Türkiyədə təhsilə müraciət necə olur? Biri var ki, bir insan ancaq Türkiyədə təhsil almaq istəyir. Biri var ki, Azərbaycanda TQDK imtahanlarının uğursuz olacağına artıq inandığı üçün Türkiyədə araşdırmalar aparır. Bir də var ki, TQDK imtahanı, yəni tələbə qəbul imtahanını verdikdən sonra, imtahan nəticəsi açıqlandıqdan sonra o ballarla Azərbaycanda istədiyi ixtisasa yiyələnə bilməyəcəyini öyrəndikdən sonra artıq müraciət edir ki, Türkiyədə bəs hansısa bir universitetdə bu ixtisası mən oxuya bilərəm. Ona görə bu tək attestatla bəli, bu tək attestatla. mümkündür. Türkiyədə təhsil, yəni bakalavr təhsili yalnız attestatla olur. Attestat qiymətləri ilə olur. Başqa heç bir şey tələb olunmur. Həm dövlət universitetlərində də oxumaq olar, həm özəl universitetlərdə də. Bir də bizdə valideynlər tərəfindən belə bir şey var ki, dövlət universitetlərində daha çox üstünlük verirlər, amma özəl universitetdə deyil. Əslində belə baxarsaq, Türkiyədə bu əksinədir. Özəl universitetlərin infrastrukturu daha yaxşı olur və onların xarici brendlərlə, xarici şirkətlərlə əməkdaşlığı daha yaxşı olur ki, həmin özəl universitetdə təhsil alanlar beynəlxalq şirkətlərdə işləmə şansı daha yaxşı olur və praktikada keçmək şansı daha yaxşı olur və infrastruktur baxımından yaşayış, kitabxana, digər universitetdən kənar aktivitelər baxımından daha zəngin olur və şərait, oxuduğu universitetin şəraiti, infrastruktur dövlət universitetlərinə nisbətən özəl universitetlər daha yaxşı və ixtisas seçimləri daha geniş olur, ixtisaslar daha müasir olur. Ona görə Türkiyədə təhsil alarkən özəl universitetlərə müraciət edənlərin sayı getdikcə artmaqdadır və daha çox perspektivli özəl universitetlərdə təhsil almaqdır Türkiyədə. Və eyni zamanda ixtisas seçərkən valideynlər də istəyir ki, həkim, hüquqşünas olsun uşaqlar, amma özəl universitetlər gələcəyin ixtisaslarını verir. Yəni gələcəyin ixtisasları içində burada bir çox istər kənd təsərrüfatı ilə bağlı olsun, istər tibb sahələrində yalnız müalicə işi yoxdur da. Məsələn, beyin cərrahı ola bilər, fizioterapevt ola bilər, qan üzrə mütəxəssis ola bilər. Bəli, ehtiyac var bunlara. Sümük üzrə mütəxəssis ola bilər və yaxud müxtəlif sahələr sadəcə hər hansısa bir göz üzrə, beyin üzrə, qulaq, burun, boğaz üzrə, yəni gələcəyin ixtisası sadəcə bir sahədə ixtisaslaşmış şəxsləri istəyir. Yəni ona görə yaxşı olar ki, özəl universitetlərin təklif etdiyi geniş ixtisas seçimi ilə bir maraqlansınlar. Yəni hər hansı bir universitetin saytına girib ixtisaslarına baxa bilərlər. Bəli. Kənd təsərrüfatı mütəxəssisinə həqiqətən də ehtiyacı var ölkəmizdə. Bəli, Baxın, əlbəttə. təhsil ümumiyyətlə verərkən bu ixtisaslar mütləq şəkildə nəzərə alınmalıdır. Yəni daha çox bilmirəm, maraqmı yaratmaq lazımdır və yaxud da ki, işlə baxımından, yəni bəli, hal-hazırda hamı deyir ki, IT üzrə mütəxəssis, hamı IT, amma düşünmürlər ki, 5 il sonra, 10 il sonra hamı IT təhsili alarsa, bu qədər mütəxəssis içindən fərqlənmək və yaxşı maaş almaq nə dərəcədə düzgün olacaq. Əslində biraz da gələcəyi proqnozlaşdırmaq lazım ki, gələcəkdə hansı ixtisasa ehtiyac olacaq ümumiyyətlə. Çox doğru. Yəni bunlara baxmaq, Google-da
araşdırmaq lazımdır, YouTube-da araşdırmaq lazımdır, gələcəyin ixtisaslarına bir baxmaq lazımdır. Yəni hər kəs həkim, hüquqşünas olmaya da bilər. Çox unikal bir televiziya sahəsində belə unikal bir sahəni oxuya bilərsiniz. Marketinq ola bilər, PR və marketinqdir, PR-dır, iqtisadiyyatdır, idarə etmədir. Bunlar heç vaxt dəbdən düşən bir ixtisaslar deyil də. Ona görə də çalışmaq lazımdır ki, Türkiyədə ixtisas seçərkən indidən müraciət etmək lazımdır. Universitetlərdə yerlər bitəndən sonra müraciət etmək lazım deyil və yaxud xidmət haqqı qalxandan sonra müraciət etmək artıq gecdir. Bir insan bu il sentyabr-oktyabrda Türkiyədə təhsil almaq istəyirsə, Bəli. indi bu dəqiqə bizə yazmalıdır. Yəni hətta may və iyun gec ola bilər. Universitetlərdə yerlər dolmaq üzrə. Nəyə? Çünki ta ki keçən illərdə, ta ki 10 nəfər Türkiyə təhsilə müraciət edirdisə, bu il 20, gələn ildə 30 ola bilər bu. Yəni qalxa bilər. Yəni mən təsadüfən dedim də rəqəmləri. Çünki Türkiyədə təhsil almaq istəyən şəxslərin də sayı artdıqca, artıq orada rəqabət daha da genişlənir. İstədiyin ixtisasa yiyələnmək şansın azalır. Çünki kim tez müraciət edirsə, o da çünki yerlər məhduddur. Əlbəttə ki, buna görə bazar iqtisadiyyatında yaşayırıq. Xidmət haqqı da qalxa bilər. Tələbat çox artdıqca qiymət də qalxa bilər. Deməli, oktyabr üçün hətta indidən başlamaq lazımdır. Əlbəttə ki, indidən başlamaq lazımdır. Qəbullar çünki başlayır. Yəni başqa ölkələrdə Azərbaycandakı kimi deyil də ki, yayda imtahan verib bir ay sonra bilirik ki, hansı universitetdə oxuyacağıq. Elə deyil. Bu İnsanlar cəhdlər nə qədər olur Aygün xanım? Yəni bir cəhd olur, iki cəhd. Əlbəttə ki, bir cəhddən olur. Əlbəttə ki, Türkiyədə təhsil bir cəhddən olur. Əgər düzgün ixtisas seçimi olursa, düzgün şirkətlə işləyirlərsə, əlbəttə ki. Və yaxud deyə bilər ki, mənə bu 3 sahədə və yaxud bu 3 universitetdə istəyirik, amma 2-3 universitetə müraciət edib, hansında yer qalıbsa, yenə də deyirəm, indidən müraciət eləsə işi rahat olacaq. İşini yaya saxlasa, işi çox çətin olacaq və əsəbi stressi də olacaq. İndidən deyirəm, nəyə görə? Çünki müraciət elədiyi hər yer uğrunda dəqiqə yarış gedəcək. Yəni orada saniyə ilə də təsəvvür edin ki, bir ixtisasda tutaq ki 50 dənə yer ayrılıb Azərbaycana və 50 yer uğrunda 1500 nəfər, 2000 nəfər o yeri istəyir. Kimin sənədləri tez getsə, o da qəbul olur. Yəni bu işlər bizdə belədir də. Yəni ona görə nə qədər tez planlaşdırsanız, o qədər yaxşı olar. Necə düşünürsünüz Naibə xanım? Ümumiyyətlə xaricdə təhsil almağın nə kimi üstünlükləri var? Xaricdə təhsil almağın avantajları çoxdur, təbii ki, ölkəmizdə. Belə deyim. Məsələn, daha çox indi onlar təhsillərini alıb vətənə qayıtmağı düşünürlər də. Yəni burada iş tapmaqda rahat olacaqlar. Yəni deməli, xaricdə təhsil alan tələbələrin bir çoxu əsasən xaricdə qalmağı üstünlükdə tuturlar. Bəli, çoxluq olaraq orada işi, orada digər təhsilini planlayırlar. Ölkəmizə qayıdanların isə iş imkanları daha çox olur. Belə deyim. İş həm xaricdə təhsil alıb deyə ölkəmizdə iş tapmaqları asan olur ki, qurumlar tərəfindən baxılır. Əgər universitet həm prestijli, həm reytinqlidirsə, oxuduğu ixtisas tələbata uyğundursa, həmin ixtisas üzrə ölkəmizdə iş tapa bilir. Yaxşı, düşünək ki, tələbə universitet və yaxud da ki, ixtisas seçimi baxımından müəyyən bir çətinliklər yaşayır. O insanlara buradan nə deyərdiniz, nə mesajlar ötürərdiniz? İxtisas seçimi çox önəmli bir məqamdır. Bu ixtisas seçimində görmüşəm ki, tələbələrin seçimlərinə valideynlər çox müdaxilə eləyirlər və yaxud da valideyn istəyir ki, övladı tibb sahəsi üzrə, hüquq sahəsi üzrə oxusun, amma övladının marağı başqa sahələrdir, başqa ixtisaslardır. Tövsiyəm ondan ibarətdir ki, yaxşı olar ki, ixtisas seçimi ilə bağlı hansı ki biz də bunu göstəririk. Karyera testləri var, ixtisas seçiminə dəstək kurslarımız var. O xidmətlərimizdən yararlana bilərlər ki, öncə o test mərhələsini keçsin, daha sonra bizim mütəxəssisimizlə görüşsün. Detallı şəkildə həm valideynə, həm tələbəyə məlumat verilir və bunun əsasında da o yekun belə deyim də qərara gələ bilər ki, mən artıq bu ixtisasda özümü görürəm, mən bu sahədə imkanlarım var, potensialım var. Sizcə düzgün yanaşma burada dəstək baxımından necə olmalıdır ki? Düzgün yəni valideyn tərəfindən. Bəli. Əsas valideyndir.
valideyn övladını dəstəkləməlidir, amma övladın potensialına da baxmalıdır. Əgər o potensialda o ixtisas üzrə tələbənin potensialı yoxdursa, o ixtisasa yönləndirməsinlər. Adətən sizə müraciət edən valideyn, övlad, ümumiyyətlə, yəni şagird arasında bu münasibətdə yəni hiss olunur. Bu münasibətdə hiss olunur, hansı ki biz konsultasiya görüşlərə giririk, valideyn və tələbə ilə danışırıq. Bu əgər dəstəkləyirsə, təbii ki, çox valideynlər görmüşəm ki, övladlarının seçiminə hörmətlə yanaşır və onu dəstəkləyir. Bəzən də olur ki, yox, mən özüm həkiməm və yaxud hansısa sahədəyəm, sən də bu sahəni oxumalısan, situasiyası yaşanır. Yaxşı. Ara Beynəlxalq Təhsil Mərkəzinə müraciət etdikləri halda valideynlər ən çox nə sual verirlər sizə? İlk sualları nə olur? İlk sualları bizim digər xaricdə təhsil şirkətlərindən fərqimiz olur ki, çünki son dövrlərdə bilirsiniz, xarici təhsil şirkətləri olduqca çoxdur və onların fəaliyyət istiqamətləri düzdür fərqlidir, ölkələrə görə dəyişir. Amma onu qeyd edirəm ki, bizim fərqimiz həm tələbəni az yaşdan etibarən hazırlaşdırırıq. Demək, bütün dönəmi bizlə birlikdə olur deyə biz artıq onu tanımış oluruq. Həm psixoloji dəstəklərimiz olur. Sonra hansı sual verirlər sizə? Sonra maraqlandıqları nə olur? Mənim üçün maraqlıdır. Əsasən ixtisaslarla ölkələrlə bağlı suallar olur ki, mən bu ixtisas üzrə təhsil almaq istəyirəm. Bizə ən çox hansı ölkələri məsləhət görürsünüz? Bir çox da əsasən iqtisadiyyat və biznes yönümlü sahələr olur və bu zaman tövsiyələrimiz əsasən Avstriya üzərindən olur ki, maraqlıdır. Niyə Avstriya? Bayaq da söylədiniz, Macarıstanın adını hətta çəkdiniz. Yəni bu iki ölkəni daha çox. Ən çox bizdə tibb sahəsi üzrə Almaniyanı istəyirlər. İqtisadiyyat, biznes yönümlü, süni zəka, süni intellekt sahələri üzrə Avstriyanı. Bu ölkələr deməli, yəni həm universitetləri reytinglidir, həm də ki iqtisadiyyatı güclü olan, daha sonra iş imkanları güclü olan ölkələrdir. Bax belə, qəbullar başlayıb, Arı Beynəlxalq Təhsil Mərkəzinə müraciət edə bilərsiniz. 055 224 0054. 54. Təkrar edirəm, 055 224 0054. Naibə xanım Hüseynova məhz hal-hazırda studiyamızdadır, amma efir bitdikdən sonra da əlaqə saxlaya bilərsiniz, ətraflı cavablandıracaqlar. Əsas odur ki, siz mail göstərəsiniz, maraqlanasınız, xarici təhsillə bağlı, məsələn, üstünlüklərini nədir? Ən çox da yəqin ki, qiymətlərlə yəni maraqlanırlar. O suallardan biri də yəqin ki, odur. Aygün xanım, sizə də belə müraciətlər olur. Bəli, daha çox qiymətlərlə maraqlanırlar, amma təhsil qiymətə görə qərar veriləsi bir şey deyil. Yəni bu ayaqqabı deyil, çanta deyil, qida deyil də. Yəni bu təhsildir. Ona görə təhsillə maraqlananda qiymət maraqlanması ən son olmalıdır. Nəyə görə? Çünki burada insanın gələcəyindən söhbət gedir. Doğru. Zaten təhsil universitetlərin təhsil haqqları bəllidir. Azərbaycanda da şirkətlərin xidmət haqqlarını bazar qiyməti tənzimləyir. Zaten aralarında yəqin ki 200-300 manat fərq ancaq var. Əsas o da şirkətin məsuliyyəti, şirkətin peşəkarlığıdır. Ona görə burada qiymətlə maraqlanmağın, əvvəlcədən qiymətlə maraqlanmağın mənası yoxdur. Çünki qiymət zaten hər yerdə eyni olacaq, aşağı-yuxarı. Sadəcə burada şirkətin təcrübəsi, neçə ildir fəaliyyət göstərməsi, həmişə deyirəm, Instagrama girib baxmaq lazım. Şirkət neçə ildir fəaliyyət göstərir. İlk şəkli neçənci ildə Instagrama qoyub. Biraz YouTube-da, Google adını yazmaq lazımdır. YouTube-da adını yazıb maraqlanmaq lazımdır. Şirkət 3 ildirmi fəaliyyət göstərir? Hansısa şirkətdən ayrılmış agentmi fəaliyyət göstərir? Yoxsa şirkətin ümumiyyətlə şirkətlə dövlət tərəfdaşlığı nə yerdədir? Dövlət hansı layihəsini icra eləyib? Dövlət onu dəstəkləyibmi hansı bir layihədə? Yəni belə şeylərə baxmaq lazımdır. Qiymət ilə deyirəm, qiymət onsa bütün şirkətlərdə aşağı-yuxarı eynidir. Əsas seçim eləyəndə keyfiyyətə və şirkətin peşəkarlığına üstünlük vermək lazımdır. Bax belə, müraciət edə bilərsiniz, əlaqə saxlaya bilərsiniz, istənilən sualınıza da cavab veriləcək. Mən sizə xatırladıram ki, sağlam təhsildə qısa bir aramız yenə də olacaq, amma reklam arasında siz əgər sualınız yaranarsa 055 93 490 93 WhatsApp üzərindən yazın sualınızı. Elə nə qədər qonaqlarımız burada da cavablandıraq. Yaxşı? Yəni heç bir problem yoxdur. Həm xaricdə təhsillə bağlı, həm də dil kursları ilə bağlı. Yeri gəlmişkən Aygün xanım dil kursları ilə bağlı da bir dinləyicimiz soruşurdu ki, Alman dili kursları onlayn şəkildə düzdür qiyməti soruşurdu. Biz ona fərdi olaraq yazarıq. Amma ümumilikdə həftədə neçə dəfə aparılır? Alman dili dərsləri fərdi şəkildə həftədə 2 dəfə,
60 dəqiqədə olan dərs var. İntensiv olaraq həftədə 3 dəfə 60 dəqiqə və yaxud 2 dəfə 90 dəqiqə olan dərslər var. Qrup şəklində də 3-4 nəfərlik qruplarla da həftədə 2 dəfə hər bir dərs 80-90 dəqiqə davam eləyir. Qiymətlərimiz isə yenə deyirəm 80 AZ-dən 170 AZ-ın arası dəyişir. Qiymətlərimiz qəti şəkildə baha deyil. Ən azından bahalı bir telefon aylıq kreditindən aşağı qiymətədir. Bəli. Ona görə narahat olmasınlar. Bax belə, ritm olan proqramlar tələbələrə beynəlxalq səviyyədə tanınan sertifikatlar qazanmaq imkanı verir. Nömrə istəyirsinizsə mən deyirəm hal-hazırda qeyd edin. Qeydiyyat üçün 05312 13 43. Instagram @education və digər sponsorlarımız Rabitəli Nitq Reabilitasiya Mərkəzi hər zaman deyirik, əgər uşaqlarınızda nitqdə gerilənmə və yaxud qüsurlar görürsünüzsə mütləq şəkildə müraciət eləyin məhz Rabitəli Nitq Reabilitasiya Mərkəzinə. Əlaqə nömrəsi 058 27 43. Uşaqlarınızın 3 yaşı oldu əgər hələ də danışmırsa bu bir sizin mərkəzə müraciət etməyiniz üçün bir bəhanə və yaxud da ki fürsət olmalıdır mütləq şəkildə. O ki qaldı Smart Education bağçalar şəbəkəsi. Təbii ki valideynlər istəyir ki onların uşaqları rahat, təhlükəsiz bir mühitdə günlərini keçirsinlər və təbii ki onların da təbii yaxşı bir inkişafı üçün də sağlam bir mühitdə günlərini keçirmək üçün də mən sizə bir ünvan deyəcəm. Smart Education mini bağçalar körpələri üçün xüsusi olaraq hazırlanmış təhlükəsiz, rahat, sevgi dolu bir mühitdir. Bundan əlavə bir neçə filialları da var. Minika, Yelencək, eyni zamanda Suna, ən sonda Piramida tədris mərkəzidir ki, hansı ki onlar ölkəmizdə bir çox bağçaların Nazirlər Kabinetinin nizamnaməsinə uyğun olaraq qurulmasına da bir növ dəstəyi verirlər. Balacaların böyük dünyasına açılan qapıdır Smart Education bağçalar şəbəkəsi 050 988 30 62. Başkəndə təşəkkürlərimiz və həftə sonu təbii ki başkənddə keçirilir. Ən ləziz təamlar, gözəl mühit, əyləncəli məkanlar baxımından da başkəndə üstünlüyü vermək lazımdır. Bugün proqramımızda Arı Beynəlxalq Təhsil Mərkəzi qonaqdır və sonda Naibə xanım deyəcəkləri var. Qısa sizdən alam sözünüzü. Deməli, rəsmi imtahan mərkəzi, Alman dili imtahan mərkəziyik və 8-9 yaşdan artıq tələbələr Alman dilinə başlamalıdır. Yaxşı olar ki, o yaşlardan başlasınlar və eyni zamanda həm Alman dili üzrə hazırlaşdırırıq, həm beynəlxalq sertifikat veririk, eyni zamanda da xarici təhsilə getmələrinə dəstək oluruq. Əlaqə nömrəmizi səsləndirmək istəyirəm 055 224 0054. Təkrar edirəm 055 224 0054. Bu nömrəmizə həm zənglə, həm WhatsApp-la əlaqə saxlaya bilərlər. Təşəkkür edirik. Aygün xanım, sizə də işinizdə uğurlar. Bilirəm ki, dil öyrənmək baxımından qarlı günlərin də özündə bir fürsətdir. Yəni məncə də valideynlər bundan yararlanmalıdırlar. Onlayn şəkildə tədrisə daha çox üstünlük verməlidirlər. Bəli, bizdə 1 mart tarixində 2 dənə tədbirimiz olacaq, onu sizə deyim. 1 mart tarixində rus dili müəllimləri üçün 2025-ci ildə rus dili tədrisinin trendləri adı altında bir təlimimiz olacaq. 1 mart tarixində rus dili müəllimləri üçün olacaq. Onu da 055 674 72 30 nömrəsinə yazmaqla qeydiyyatdan keçə bilərlər təlimə. Bir də bizdə İnnovativ Təhsil İşçiləri İctimai Birliyi var, hansı ki ayda 2 dəfə təhsil mərkəzləri rəhbərləri üçün təlim təşkil edir. Orada da 1 mart tarixində saat 1-də təhsil mərkəzlərinin 2025-ci ildə marketinq trendlərinin qurulması ilə bağlı təlim olacaq. Bütün şirkət rəhbərləri, təhsil mərkəzləri rəhbərlərini gözləyirik. Onda da yenə bizim nömrəmizə yazıb təlimdə iştirak edə bilərlər, ödənişsizdir. Təşəkkür edirik gəldiyinizə görə, maraqlı söhbətə görə. Çox sağ olun. Biz təşəkkür edirik dəvətiniz üçün. Naibə xanım, sizə də işinizdə uğurlar arzulayırıq. İnşallah gözləyirik yenə də sizi. Hələlik sağ olun. Aygün xanım, çox sağ olun. Təşəkkürlər. Minnətdaram. Belə, yekunlaşdırdıq bugünkü sağlam təhsili və həftə yeni başlayıb uğurlar hər kəsə və inşallah sabah da maraqlı qonaqlarımız var, studiyamızda olacaqlar, maraqlı mövzunu müzakirə eləyəcəyik. Əsas söhbətimizin də məqsədi təbii ki, təhsillə bağlı olacaq. Sizinlə Samirə idi, hələlik.